Ben Beyləqan rayonunun kəndində, yeni biliyorsunuz, kəndindəyik. Şəhid ocağındayıq. Şəhid Səddam qardaşımızın, Həsənov Səddam Aydın oğlunun ocağındayıq, evinə gəlmişik. Bugün özümüzə bir qürur bilib, atanın, ananın, qardaşımızın evinə, muzeyinə gəlmişik. Dünən Səddamın il dönümü idi, burada şəkil edə bilmədik. Ona görə anadan üzr istəyirəm. Bugün özümə gəlib bir qürur, fəxrlə ananın üzrünə gəldim. Səddamın ocağına, evinə gəldim. Bugün Səddam üçün salında bu gözəl ailəni tanımaq mənim üçün böyük bir qürur oldu. Bu ailədə gəlib olmaq mənim üçün böyük bir qürur. Allah sizə səbr versin. Allah sizə rəhməsin. Allah gözəl balanıza rəhmət eləsin. Ruh şad olsun. 7-5 sığırsın. Özümə də bir qürur bilib. Həmənki qayıdır, həmənki vaxtlarda şəhid Gizir Polad Əliyevlə Səddam qardaşımızın şəklini böyüdür. Hər bir ocağa getdikcə, hər şəhid evinə getdikcə aparıb verirəm. Bugün bu şəkili ataya, anaya verirəm. Bugünkü gündə bu Səddamın timsalında bütün şəhidlərimizə Allah hamısına rəhmət etsin deyirəm. Bugün Səddam kimi qardaşlarımızın sayəsində biz ana-bala, ata-bala olmuşuq. Səddam kimi qardaşların sayəsində biz hamımız bir cəmləşib, bir yumruq olub, bir ocaq olmuşuq. Bugün də qürurla, Səddam kimi qardaşımızın qürurla da Səddam kimi deyirik ki, Səddam kimi də, özü kimi də cəsur və döyüşkən işliyimizə görə cəsur olur. Onun qısa haqqında öz anası, atası məlumat verir, biz də qulağa sarıq. Şəkil birinci təqdim edeyim anasına. Ondan sonra ana öz oğlanın haqqında ata deyə bizə qulağa sarıq. Səddam evin ikinci uşağı olub. Gözünü 92 ildə dünyaya açıb, müharibə vaxtı, Xocalı hadisəsi vaxtı, o çətinlikləri, o anları, bizə də o Xocalı hadisəsindən sonra qaçqınlar gəlmişdi. O qədər olar söhbət verirdi. Yəni elə bir gözündən görmüş kimi, həmişə pis sordu kimi amma böyüyəndə mən də qisasımı çıxaram, erməniləri məhv eləyərəm. Elə də oldu. O getdi, əskərliyi çəkdi, gəldi. 9 ay kurs keçdi, getdi. 5 il Naxçıvana təyinat verdi, getdi. Orada kəşfiyyat baş giziri oldu. Aprel döyüşlərində orada iştirak edib. Anar Əliyevin komandasında iştirak edib. Onlar bir yer verir ki, ailəli kimi qoçaqlığını göstərdi. Ondan sonra onun təyinatı verir. Orada leytinantı götürürdülər. Mən dedim ki, 5 ildir mən sənin yolunu gözləyirəm, bala, istəyirəm ki, sən gələsən, burada qulluq eləyəsən. Mənim sözümlə o leytinantı ləğv elədi, gəldi. Bir il yarım tərtərdə işləyəndən sonra öz arzusuna getdim 52-yə. Dedi ki, nə olur olsun, mən onu 52-də işləmək istəyirəm. Mən də dedim, o yollar çətin, dedi, yox, oğul əziyyət çəkər də, ona deməkdir. Sonra paraşüt üzrə uçuşlarda Türkiyədə birinci yerə çıxdı. 2 medalla, 4 diplomla, diplomlar baxırlar. İkilərində medal deyə qırmızıdan göy medalla gəldi.